hamınız bir dərdi daşıyırsınız, o da bala dərdi. Mən bu günləri, mənim dəyərli bacım, bizim bilirsən ki, Lerikdə dəyərli bir oğlumuz var, Hacı Qurban. Və Hacı Qurban mən Lerikdə olarkən Hacəlinin xalçasını mənə verdi və dedi ki, Mehriban ana, mən çox istəyərdim ki, bir şəhid anasına, şəhid anası təqdimat eləsin. Və bu günləri həmin bu xalçanı bu günləri mən gətirmişəm. Baxın, görün, bizi oğullarımız necə qocaqdır. Cavan analar idi hamısı, amma qocaqsa da ucaqdı. Çünki burada gözəl bacım dedi, dərd ortağım dedi ki, elə bir insanlar qapımıza gəlir, bəli. Vaxtilə bizi heç kim tanımırdı, qohum, qardaş, qonum, qonşu. Amma indi bizi bütün Azərbaycan tanıyır. Adi Rusiyaya girsən, xarici ölkəyə gedirsən, orada da bizim şəhidlərimizi tanıyırlar və deyirlər ki, Qarabağ Azərbaycandır. Və mən buradan dəyərli bacım, sənə səbirli olmağı arzulayardım bütün analarımıza. Çünki sən bilirsən ki, dünyaya elə bir qəhrəman oğul gətirmişsən ki, həmişə oğul olaraq istəyib ki, ananın başı uca olsun. O tək sənin başını yox, bütün Azərbaycan xalqının başını uca etdi. Və mən özümü də təqdim edeyim. Mən baş gizir, kəşfiyyatçı Sübhan Abdurrahmanlının anasıyam. Özüm də Yeni Baxış İctimai Nəzarətin Respublika üzrə sədriyəm. Və özümə borc bilirəm ki, hər dəfə rayonlara gedim və analarımın, baxmayaraq ki, özüm şəhid anasıyam, anaların yanında olum. Allah bütün şəhid analarımıza səbir dözüm versin. Qazilərimizə tezliklə şəfa versin. Nə deyim? Bilirəm ki, o dərdi hamımız bir daşıyırıq. Nə qədər təsəlli bir-birimizə versək də, o bizləndir, ölənə qədər o dərd bizləndir. Amma çalışırıq ki, ayaq üstə qalaq ki, balalarımızı yaşadaq. Və bu günləri bizim burada Sima anamız var. Sima ananın da xalçası var. Sənin icazənlə istəyərdim ki, Sima ananın da xalçasını təqdim eləyək. Ana, bax, Qurban qardaşın sənə də bax, hədiyəsi var. Belə düz tut. Sağlığı versin ki, şəhid balalarımızı yaşadır. Və bu xalçaları Bakıda, rayonlarda çox bir evlərdə var. O tədricən analarımızın hamısına belə bir xalça hədiyyələri eləyib. Şəhid İmam Əlinin adından. O xalça hamıya təqdim edir və hamının da evində, güşəsində və oğlunun muzeyində çox bir analarımızın, bəli, belə bir xalçaları var. Versin, gözəl analar. Allah səhv versin, nə deyim, sağ olun.